Deməli, bugün Çinarə Məlikzadənin 4 aylıq müalicə etapında dəyişən mərhələləri istədim izah edək. Demək, xanım aşırı yorğunluqdan, energiyanın tükənməsindən və bir sıra xoşagəlməz simptomlardan şikayətçi idi və bu zaman biz dekabr ayında verilən analizlərdə burada görsənir ki, hər şey çox yüksəkdir. Məsələn, ferritin həddən artıq aşağıdır, yəni anemiyanın xroniki formada olduğunu göstərir. Dəmir, ferritin burada görsənir. Ümumi zulal, bədənin protein göstəricisini təyin edən analizimiz həddən artıq aşağı idi və bütün bunların fonunda təbii ki, orqanizmdə nə baş verir? Yağ toxuması daha çox önə çıxır, çoxalır ki, bu da insulin rezistentliyi nəticəsindədir ki, insulin rezistentliyini də göstərən analizimiz buradadır və daha çox xanımların problemli hissəsi Hashimoto xəstəliyində sübut edən vəziyyətimiz var. Antitepo 63,80, TSH-mız 5,52, insulin isə 12,42. Təbii ki, burada estradiol, progesteron, dihidroestradiol hormon analizlərimizdə yoxlamışıq. Orada da vəziyyət qənaətbəxş deyil və 3 gün öncəki, artıq aprel ayında verdiyimiz Citamed klinikanın laboratoriyasında verdiyimiz analizlərdən biz vəziyyətin necə yaxşı tərəfə dəyişdiyini görürük. Baxırıq. Dedim ki, TSH və Hashimoto'nu təsdiq edən analizimiz antitipo 60'lar idi, amma hazırda 17,78'dir və bu zaman çox pasientlərin bizə verdiyi sual ki, Hashimoto sağalırmı doktor? Və bu bir daha isbat edir ki, Hashimoto xəstəliyi bir həyat tərzidir və o, demək ki, qalxanvari vəzinin hormonuna öz orqanizmin verdiyi reaksiya nəticəsində antikorların çoxalmasına görə orqanizm çox belə alovlanmış vəziyyətdədir, belə deyək. O yüzden də o vəziyyəti sakitləşdirmək üçün biz verdiyimiz müalicə öz nəticəsini göstərib, yəni remisiya stadiyasına girib və TSH-ımız da aşağı düşüb, 5-dən 4-ə düşmüşdür. Halbuki biz TSH-a görə müalicə verməmişik, sadəcə suplement dəstəyi vermişik və hal-hazırda biz oksidativ stres analizimizi də vermişik ki, demək, oksidativ stres isə nəyi ispat edirdi? Hüceyrə daxili stresin nə səviyyədə olmasını ki, burada da cavab həddən artıq qənaətbəxş deyil. Yəni, Çinarə xanımın yorğunluğunun səbəbi həm hüceyrə daxilidir, həm də defisitlərin, çox elementlərin çatışmamasına bağlıdır. Bu da göstərir. Optimal səviyyəmiz 321-dən başlayır, xanımda 312-dir və antioksidant bazası da 1600-dən başlayır ki, ən yüksək, yəni başlamalıdır 2000-nin üzərində antioksidant deyək ki, oranı. Bu da aşağıdır və bunun da biz IV terapiyalarla müalicəsini edirik.